Salam əziz izləyicilər. Biologiya 7-ci sinif dərsindən işıq mikroskopunun quruluşunu izah edirəm. Atasözüdən bəlli olur ki, mikroskop, lupa, böyütmə dərəcəsi bu gün biz böyüdücü cihazlar və onların quruluşu iş prinsipi haqqında məlumat verəcəyik. Böyüdücü cihazlar bilirik ki, mikroskop və lupadır. Digər böyüdücü cihazlar da var, amma biz hal-hazırda dərslikdə olan lupa və mikroskop haqqında məlumat veririk. Lupa cismi təqribən 2-25 dəfə qədər böyüdür, sadə böyüdücü cihazdır. Bu çərçivə və ona bərkidilmiş dəstədən ibarətdir. Çərçivə iki tərəfi qabarıq şüşədən təşkil olunmuşdur. Cismi 2-25 dəfə qədər böyüdür. Maksimum 25, minimum isə 22 dəfə qədər böyüdür. Mikroskopa keçməmişdən öncə mikroskop sözünün mənasını deyim. Mikroskop sözünün mənası mikros, kiçik, skopaya baxıram deməkdir. Şəkildən də aydın göründüyü kimi mikroskop müəyyən hissələrdən təşkil olunmuşdur. Gəlin bu hissələrin adlarına bir-bir və haqqında məlumat verək. Birinci başlayır okulyar. Okulyar latınca tərcümədə oculus göz deməkdir. Tubusun yuxarı hissəsində yerləşir. Çərçivə və iki böyüdücü şüşədən ibarətdir. Bəli, bu hissə. Bu hissə okulyar adlanır. Okulyar gözü dediyim kimi latınca tərcümədən göz deməkdir. Tubusun yuxarı hissəsində yerləşir. Tubus bu hissədir. Bax, bura tubusdur. Bu hissənin önündə yerləşir, yuxarısında yerləşir. Sonra tubus baxış borusudur. Bu hissə ilə biz preparata baxmış oluruq. Mikroskopu ştativə bərkidir. Sonra digərləri gəlir ştativ. Ştativ yəni ki, mikroskopun gövdəsi adlanır. Çünki bütün hissələri özlərində mikroskopun digər hissələrini özlərində birləşdirir, daşıyır. Obyektivə keçmək istəyirəm. Obyektiv sözünün mənası latınca tərcümədə əşya cisim deməkdir. Tubusun alt hissəsində yerləşir. Bunlar obyektivlərdir. Hər biri bir obyektiv adlanır. Burada hər birində çərçivə və bir neçə bölücü şüşədən təşkil olunmuşdur. Sonra rovolyer. Rovolyer isə mikroskopları öz üzərində birləşdirən bir hissədir. Daha doğrusu obyektivlər üzərində birləşdirən hissədir. Bir neçə obyektiv bura birləşərək, yəni əşyaya baxdığımız zaman, yəni preparata baxdığımız zaman nə qədər böyütmə dərəcəsi lazım olduğu qədər onun üzərində bir neçə obyektiv olur ki, həmin obyektivlərin sayəsində müxtəlif böyütmə dərəcəsinə malik olduğuna görə istənilən imkan daxilində istənilən qədər mikroskopun böyütmə dərəcəsindən istifadə edərək əşyanı görmək mümkündür. Sonra işıq mənbəyi işığın preparata yönəltmək üçündür. İşıq mənbəyi burada olur. İşıq mənbəyi əşya masasının üzərində olan dəlikdən işıq keçib preparata düşür. Sonra əşya masası ştativa bərkidir. Onun mərkəzi hissəsindən işığın keçməsi üçün dəlik var. Bəli, sonra vintlər var. Vintlər makro və mikro olur. Makro vintlər vasitəsilə əşyanın masasını hərəkət etdirmək üçündür. Amma mikro vintlər isə obyektivləri daha aydın təsvirini almaq üçündür. Yəni o deməkdir ki, sağa, sola, aşağı, yuxarı, əslində yuxarı aşağı verərək daha aydın təsvirini yaxşı almaq üçündür. Mikroskopun böyütmə dərəcəsi haqqında bir məlumat verim. Mikroskopun böyütmə dərəcəsi obyektivin üzərindəki yazılmış rəqamla okulyarın üzərindəki yazılmış rəqam bir-birinə vurduqda mikroskopun böyütmə dərəcəsi çıxır. Fikir versiniz ki, obyektin üzərində 20 yazıb burada, okulyarın üzərində isə 10 yazıb. Deməli, belə çıxır ki, mikroskopun böyütmə dərəcəsi olar. Onu 20-yə vurdum, elə 200. Deməli, bu mikroskopun böyütmə dərəcəsi 200-dür. Müasir mikroskoplarda, yəni işıq mikroskoplarında bir neçə obyektiv olduğu üçün və hər obyektivin də müəyyən böyütmə dərəcəsi olduğu üçün onda həmin mikroskop, yəni müasir mikroskop bir neçə böyütmə dərəcəsində malik olur. Öyrəncəli tətbiq edin bölməsində görürük ki, şəkildə 3 mikroskop verilibdir. Böyütmə dərəcəsini tapmaq üçün birinci şəkildə necə edərik? Görürəm ki, okulyarın üzərində yazılıb 10, obyektivin üzərində yazılıb 20, vurdum bir-birinə, o neçə? 200. Deməli, birinci şəkildəki mikroskopun böyütmə dərəcəsi oldu 200. İkinciyə baxsam, ikincidə yenə də okulyar üzərində 10, obyektiv üzərində 40 yazıb. Ondan olacaq. Onu vurdum 40-a, 400 olacaq. Növbəti sonuncu mikroskopda isə, yəni 10-u vurdum 60-a, olacaq 600.
Öyrəndiyiniz yoxlayın bölməsində gəlin suallara cavab verək. Deyir ki, birincidə okulyar tubusun yuxarı hissəsində yerləşir. Yuxarıda yerləşir, doğru. Obyektiv tubusun aşağısında yerləşir, alt hissəsində yerləşir, doğru. Əşya masasının roverlerin əsas vəzifəsi obyektivi əks etdirib lazım olan yerə gətirməkdir. Təbii ki, roverlerin əsas funksiyası obyektivi əks etdirib lazım olan yerə gətirməkdir. Bir neçə obyektivi özünə birləşdirərək əşyanın xəyalını daha yaxşı, daha aydın görünməsi üçün hərəkət etdirmək. Sizcə nə üçün obyektiv və okulyar optik hissəyə aiddir? Amma da deyim ki, uşaqlar, mikroskop özü iki hissədən təşkil olunmuşdur. Obyektivlər və okulyarlar birinci hissə olaraq adlandıracaqları optik hissə. Çünki əsas bölücü hissə obyektivlər və okulyardan ibarətdir. Digər hissələr isə mexaniki hissələrdir. Yəni ştativdir, vintlərdir, sonra əşya masasıdır, əşya kürsüsü bədənləri deyilir və s. kimi digər hissələr isə mexaniki hissəyə aiddir. Sağ olun, növbəti dərslərə görüşənə qədər